Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən görməyə dəyər növbəti sosial layihəyə start verilib. Layihə çərçivəsində ilk olaraq metropoliten işçilərinə Konfederasiyanın Əmək və Sosial Münasibətlər Akademiyasında iş yerində təhlükəsiz iş mövzusunda təlim keçirilib. Akademiyanın ixtisas artırma və kadrların inkişafı mərkəzində təşkil olunan təlimdə Konfederasiyanın əməkdaşları və Universal Hospitalın həkimləri tərəfindən iştirakçılara əməyin təhlükəsizliyi üzrə qanunvericiliyin tələbləri, norma və qaydaları izah edilib. İstehsalat qəzaları zamanı ilkin tibbi yardım, peşə xəstəlikləri, yanğın təhlükəsizliyi və digər mövzular barədə geniş məlumat verilib. Sonda mövzular ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası metropoliten işçiləri üçün Universal Hospitalda tibbi müayinə təşkil edir. Layihə çərçivəsində hospitalın oftalmoloqları tərəfindən 50-dən çox şəxsin müayinəsi aparılıb və ümumilikdə 100 metropoliten işçisinin müayinəsi nəzərdə tutulur. Gözündə problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilir, müvafiq müalicələr təyin olunur. Qeyd edək ki, görməyə dəyər layihəsi digər sahələrdə çalışan ittifaq üzvlərini də əhatə edəcək. Bizim işimiz növbəli iş rejimi olduğu üçün biz vaxt eləyib hər dəfə yoxlanışa gələ bilmirik. Bunun üçün bunu təşkil etdiyi üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına özlərinin təşəkkürümüzü bildiririk ki, bizim üçün bu cür şərait yaradırlar və gəlib biz burada müayinələrdən keçirik. Biz mütəmadi sərnişinlərlə əlaqədə olduğumuza görə biz çox vaxt qıtlığı çəkirik və həkimlərə müraciət edə bilmirik. Və bizi qayğımıza qaldığı üçün Həmkarlar İttifaqı Konfederasiyasına çox minnətdarlığımızı bildiririk. Bizim qayğımıza qalıb şərait yaratdılar. Müayinədən keçmiş hər bir şəxsə lazımi tövsiyələr verilmiş, hər hansı bir xəstəlik aşkar edilmiş pasientlərə isə müvafiq müalicələr təyin edilmişdir. Və hər bir pasientimizə gələcəkdə göz sağlamlığının qorunmasında qospital olaraq hər cür təşəbbüs göstərməyə hazır olduğumuz bildirilmişdir.